İndi isə gəlin 3-cü bölməmizə, yəni əlavələr bölməmizə başlayaq. Əlavələr bölməsinə aşağıdakı mövzular daxildir. İsim, sifət, əvəzlik, ifadələrdən there is, there are, used to, how long does it take, prefer, like, as, if I do, if I did və feilin cümlədə 4 rolu. Birinci mövzumuza başlayaq. İsim. İngilis dilində isimlər sayılan və sayılmayan olur. Sayılan isimlər ədədlə, sayılmayan isimlər isə həcmlə olanlardır. Amma isimdən danışarkən article mövzusuna da müraciət etməliyik. Artikellar ismin müəyyən və qeyri-müəyyən olduğunu göstərir. Elə ona görə də artikellar iki cürdür. Qeyri-müəyyənlik artikeli və müəyyənlik artikeli. Qeyri-müəyyənlik artikeli and-dır. Müəyyənlik artikeli isə the artikelidir. Və an artikeli ismin saitlə və yaxud da samitlə başlamasına görə fərqlənir. Saitlə başlanan isimlərin önündə an, samitlə başlayan isimlərin önündə isə artikeli işlənir. Misal, a table, masa, a dog, it, a book, kitab, an apple, alma, an ear, qulaq. Qeyri-müəyyənlik artikeli ismin təkdə olduğunu göstərir. İsim qeyri-müəyyən halda olduqda isə onun önündə artikel ümumiyyətlə işlənmir. Müəyyənlik artikeli the isim haqqında ikinci dəfə danışarkən istifadə olunur. Yəni, hər iki tərəf nədən danışdıqlarından əmin olduqda. The artikeli ismin həm tək, həm cəminin önündə işlənir. İsmin cümlədə işlənməsinin 4 tərkib hissəsi var. Söhbət mürəkkəb isimdən gedir. Buna ifadələr və yaxud da frazalar da deyilir. Bura söz önləri, artikel və yaxud da mənsubiyyət əvəzlikləri, isim və sifət daxildir. Misal, in my new car. Mənim yeni maşınımda. Bu mürəkkəb isimdir. Amma bunun tərkibinə in, söz önü, my, mənsubiyyət əvəzliyi, new, sifət və nəhayət isim, car daxildir. Qayıdaq isimlərin sayılıb sayılmaması məsələsinə. Sayılmayan isimlər ingilis dilində həcmli olan isimlərdir. Bu, müxtəlif dillərdə fərqli ola bilər. Məsələn, Azərbaycan dilində bir sıra isimlər var ki, ingilis dilində sayılmayandır, amma Azərbaycan dilində isə sayılan isimlərdir. Sayılmayan isimlərə misal, money, pul, water, su və s. Sayılmayan isimlərin önündə some əvəzliyi işlənir. Yəni, müəyyən qədər, bir qədər. Dilimizə onu biraz kimi də tərcümə edə bilərik. Məsələn, give me some water, mənə biraz su ver. İndi isə gəlin ingilis dilində sifətlərdən danışaq. İngilis dilində sifətlərin 3 növü var. Qaydalı sifətlər, qaydasız sifətlər və mürəkkəb sifətlər. Amma bundan başqa sifətlərin 3 dərəcəsi də olur. Adi dərəcə, müqayisə dərəcəsi və üstünlük dərəcəsi. Qaydalı sifətlər bu 3 dərəcəni düzəldərkən sonuna və est şəkilçisi əlavə olunanlardır. Bu, sayca ən çox olan sifətlərdir, yəni standart sifətlərdir. Misal, long, uzun, longer, daha uzun, longest, ən uzun. Başqa bir misal, tall, hündür, taller, daha hündür, tallest, ən hündür. Qaydasız sifətlər isə cəmi 6 dənədir. Onlar 3 dərəcəsi düzələrkən kökündən dəyişən sifətlərdir. Və bu sifətlər bunlardır. Good, better, best. Yaxşı, daha yaxşı, ən yaxşı. Bad, worst, worst. Pis, daha pis, ən pis. Far, further, furthest. Uzaq, daha uzaq, ən uzaq. Little, less, least. Kiçik, daha kiçik və ən kiçik. Much, more, most. Many, more, most. Çox, daha çox, ən çox. İndi isə gələk mürəkkəb sifətlərə. Bu sifətlərin mürəkkəb sifət adlanmasının səbəbi odur ki, onlar feil və isimlərə şəkilçilər artırmaq vasitəsilə düzəlirlər. Başqa sözlə desək, bu sifətlər mövcud deyil. Onları şəkilçilər vasitəsilə isim və feillərdən düzəldirik. Kitabda bu şəkilçilərin bütün siyahısını görə bilərsiniz. Misallar: beautiful, gözəl,
famous, məşhur. Beautiful sözü beauty sözündən yaranıb. Beauty isimdir. Beautiful sifətdir. Famous, fame sözündən yaranıb. Fame isimdir. Famous sifətdir. Gələk ən vacib məsələyə. Bu sifətlərin özünü düzəltdik. Bəs onların dərəcəsi? Mürəkkəb sifətlərin dərəcəsi o sifətləri düzəltdikdən sonra önlərinə more və most sözlərini əlavə etməklə yaranır. Beautiful, gözəl. More beautiful, daha gözəl. Most beautiful, ən gözəl. Bütün növ sifətlərin üçüncü dərəcələri müəyyənlik artiklı, yəni the ilə işlənirlər. The most beautiful, the longest, the best. Sifətlər haqqında bu qədər. Əvəzliklər. Əvəzliklərin bir sıra növü var. Ən əsası isə şəxs əvəzlikləri, mənsubiyyət əvəzlikləri, işarə əvəzlikləri, sual əvəzlikləri, qayıdış əvəzlikləridir. Və bir də qarşılıq əvəzlikləri. Əlbəttə, əvəzliklərin bütün növləri haqqında siz kitabda yetərli məlumat alacaqsınız. Amma gəlin onlar haqqında qısaca da olsa danışaq. Şəxs əvəzliklərinin 3 tipi ən vacibidir. Şəxs əvəzliyinin özü, mənsubiyyət əvəzliyi və bir də əvəzliyin obyekt forması, yəni mən, məni, mənə və mənim. Bizim dilimizdə məni və mənə fərqli əvəzliyi olsa da ingilis dilində onlar eyni əvəzlikdir, yəni əvəzliyin obyektiv forması, yəni 3 sözlü cümlə quruluşlarında obyekt rolunda oynayan əvəzlik. Me, məni, mənə, you, səni, sənə, him, onu, ona, her, qadın cinsində, onu, ona, us, bizi, bizə, them, onları, onlara. Əvəzliyin qayıdış forması ingilis dilində önəmlidir. Çünki ingilis dilində qayıdış feilləri olmadığı üçün feilin qayıdış formasını məhz cümlənin sonuna qayıdış əvəzliklərini artırmaqla işlənir. Məsələn, I learn myself, mən özüm öyrənirəm. You learn yourself, sən özün öyrənirsən. Sual əvəzlikləri bunlardır. What, nə, which, hansı, who, kim, whose, kimin, where, harda, when, nə vaxt, why, niyə, how, necə, how much, nə qədər, how many, neçə dənə. How sözü sifətlərlə birləşərək nə qədər, nə dərəcədə mənasını da verə bilərlər. Məsələn, how often, nə dərəcədə tez-tez, how old, nə dərəcədə yaşlanmış, how fat, nə dərəcədə kök. İndi isə gəlin işarə əvəzliklərinə baxaq. İşarə əvəzlikləri ingilis dilində 4 dənədir. This, bu, that, o, such, belə və same, eyni. This room, bu otaq. That room, o otaq. Such a room, belə bir otaq. The same room, eyni otaq. Qarşılıq əvəzliyi. İngilis dilində 2 qarşılıq əvəzliyi var. Each other, biri-birini. One another, biri-birini. About each other, from each other, to each other və s. Bunlar haqqında kitabda yetərli məlumat alacaqsınız. İndi isə gəlin ifadələr bölməsinə keçək. Bu bölməyə 4 ifadə daxildir. İfadələr olmasa da dil mövcud ola bilər. Sadəcə olaraq bu ifadələr dilin bəzəyidir. Bu ifadələrdən istifadə edərək insan fikirlərini daha aydın ifadə edir. There is, there are. There və to be sözünün birləşməsindən əmələ gəlib və vardır, mövcuddur, yəni əşyanın yerini göstərmək üçün istifadə edilir. O həmişə cümlənin əvvəlində gəlir. There is, there are, there was, there were, there will be, there would be, there must be, there can be, there is, vardır, there are, vardırlar, there was, var idi, there were, var idilər, there will be, var olacaq, there would be, olardı. İndi isə keçək used to ifadəsinə. Used to ifadəsi bir-biri ilə əlaqəsi olmayan 2 fərqli istifadə qaydasına sahibdir. Birincisi alternativ keçmiş zamandır. Yəni,
bir vaxtlar etdiyimiz və daha etmədiyimiz hərəkətləri used to ilə deyirik. Məsələn, I used to live in Brooklyn. Mən bir vaxtlar Brooklyn'də yaşayırdım. Yəni daha orada yaşamıram. I used to have long hair. Bir vaxtlar mənim uzun saçım var idi. Yəni indi yoxdur. Used to ifadəsinin ikinci işlənmə qaydası. Vərdiş etmək, alışqan olmaq deməkdir. Və o, birincidən fərqli olaraq önündə to be, to get feili ilə işlənir. Və to hissəciyindən sonra feil məstərdə deyil, ing şəkilçisi ilə olur. Misal, I am used to working here. Mən burada işləməyə alışığam, yəni burada işləməyə vərdişliyəm. I get dedikdə isə progressiv olaraq, yəni davamlı olaraq vərdiş eləyirəm. I get used to working here. Burada işləməyə vərdiş eləyirəm. How long does it take ifadəsi. Hər hansı bir hərəkəti yerinə yetirmək üçün nə qədər vaxt getdiyini soruşarkən istifadə olunur. How long does it take to learn English? İngilis dilini öyrənməyə nə qədər vaxt gedir? Bu ifadə əsasən 3 zamanda işlənir. How long does it take? How long did it take? How long will it take? Nə qədər vaxt gedir, nə qədər vaxt getdi və nə qədər vaxt gedəcək. Bu ifadənin cavab formaları belədir. It takes, yəni vaxt gedir. It took, vaxt getdi. It will take, vaxt gedəcək. Məsələn, it takes 10 minutes, 10 dəqiqə vaxt aparır. It takes 10 minutes to come here. Bura gəlməyə 10 dəqiqə vaxt gedir. It took 10 minutes to come here. Bura gəlməyə 10 dəqiqə vaxt getdi. It will take 10 minutes to come here. Bura gəlməyə 10 dəqiqə vaxt gedəcək. Bu ifadədə məhz kimin vaxtının getdiyini soruşanda, take feilindən sonra əvəzliyin obyekt forması işlənir. It takes me, it takes you, it takes him, it takes her, it takes us, it takes them. Misal, it takes them 5 minutes. Onların 5 dəqiqəsi gedir. How long did it take him to come here? Onun bura gəlməsinə nə qədər vaxt getdi? It took him 20 minutes to come here. Bura gəlmək onun 20 dəqiqə vaxtını aldı. Sual formasında da belədir. How long does it take them? Onların nə qədər vaxtı gedir? Bu ifadə how sözü olmadan da işlənə bilər. Does it take long? Çoxmu vaxt gedir? Did it take long? Çoxmu vaxt getdi? Will it take long? Çoxmu vaxt gedəcək? İndi isə gəlin I prefer, I would prefer və yaxud da I would rather ifadələrinə baxaq. Bu ifadə nəyə üstünlük verdiyimizi demək üçün istifadə olunur. Məsələn, I prefer an apple to a pear. Mən armuddansa almaya üstünlük verirəm. Bu ifadənin iki müqayisə ədatı var. To və rather than. İsimlərlə həmişə to, feillərlə isə rather than işlənir. 3 işlənmə prinsipi var. İsimlərlə, feillərlə, yenə də feillərlə. Sadəcə olaraq, feillərlə işlənmənin birində preferdən sonra əsas feil ing şəkilçisi ilə olur, digərində isə əsas feil məstərdə olur. Məna etibarilə isə bunların elə böyük bir fərqi yoxdur. Bütün feillərdə olduğu kimi prefer feili də xüsusi anı qeyd etmək üçün would keçmişə nəzərən gələcək şəkilçisi ilə işlənə bilər. I would prefer, yəni ümumiyyətlə deyil, bu an üçün nəyə üstünlük verdiyimi demək üçündür. Onu isə would rather əvəz edə bilər. I would rather go home. Diqqət etdinizsə, would rather'dan sonra feil nə inglə, nə də to ilə olur. Daha detallı öyrənmək üçün kitaba baxın. Like, as, the way. Like, xoşlamaq feili olduğu kimi və yaxud da bənzər mənasını verir. Like me, mənim kimi və yaxud da look like, bənzəmək. You look like your father, sən atana bənzəyirsən. You speak like me, sən mənim kimi danışırsan.
As sözü də kimi tərcümə edilir. Amma like-dan fərqli olaraq o, qismində, yəni peşə bildirərək işlənir. Məsələn, as a doctor, bir həkim kimi. I work here as a doctor. I work here as a doctor. Ben burada bir doktor olarak çalışıyorum. As, if və though sözləri ilə birləşərək sanki mənasını verir. Məsələn, as if, sanki, as though, sanki. You speak as if you know me. Elə danışırsan, sanki məni tanıyırsan. The way, yol deməkdir. Amma o, belə mənasında da istifadə olunur. Misal, don't speak this way. Belə danışma. I like the way she is walking. Onun yerişini bəyənirəm. Don't act like this. Belə davranma. Don't act this way. Bu cür davranma. Eyni mənalarda işlənə bilər. Like this, this way. İndi isə keçək şərt budaq cümlələrinə. If I do, if I did. Şərt budaq cümlələri 3 pilləlidir. Birinci, vəd, ikinci, xəyal və üçüncüsü peşmanlıqdır. If sözündən sonra feil ya indiki zamanda, ya keçmiş zamanda işlənir, ya da keçmiş bitmiş zamanda. If I do, bu vəddir. If I did, bu xəyaldır. If I had done, bu peşmanlıqdır. Misal, if I see him, I will tell him. Onu görsəm, deyəcəm. If I saw him, I would tell him. Onu görsəydim, deyərdim. Bu xəyaldır. If I had seen him, I would have told him. Onu görmüş olsaydım, demiş olardım. Yəni, edilməsi gözlənilən hər hansı bir şey yerinə yetirilmədikdə istifadə olunur və buna peşmanlıq deyilir. Gəlin diqqət yetirək. Birinci, vəd. If tərəf olur indiki zamanda, ikinci tərəf isə olur gələcək zamanda. Xəyal. If tərəf olur keçmiş zamanda, ikinci tərəf isə olur keçmişə nəzərən gələcək, yəni would-la. Peşmanlıqda if-lə başlayan tərəf olur had done, yəni keçmiş bitmiş zaman, ikinci tərəf isə olur would have done. Daha ətraflı məlumat üçün isə kitabı oxumanız gərəkdir. İndi isə keçək feilin cümlədə 4 rolu mövzusuna. Bu anlayış tam şəxsi metoddur. Bu mövzu feil haqqındakı müxtəlif anlayışları özündə birləşdirib, feilin cümlədəki roluna fərqli bir baxışı ortaya qoyur. Feilin cümlədə 4 rolu var. 1. Hərəkət. 2. Hal. 3. Zaman və yaxud da məqam. Və 4. Peşə. Do, done, doing, doing. Do. Hərəkətdir. Done. Haldır. Doing. Zaman və məqam. Doing. Peşə. Düzdür. Üçüncü və dördüncü rolda feil ing şəkilçisi ilə olur. Amma onları bir-birindən artiklın yeri fərqləndirir. Gəlin cümlələrdə baxaq. I do my job. Mən işimi yerinə yetirirəm. Well done job. Yaxşı yerinə yetirilmiş iş. Doing my job. İşimi yerinə yetirərkən the man doing the job. İşi yerinə yetirən adam. Kitabda bununla bağlı yetərincə izah vardır. Əlavələr bölməsi haqqında bu qədər.